Salam 102 Xəbər Info və Inforum Xəbər TV izləyiciləri. 102 Xəbər Info və Inforum Xəbər TV rəhbəri olaraq yenə də başda şəhidlərimiz və qazilərimiz olmaqla bütün şəhid ailələrinin qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfaət edirik və hər zaman da dövlətçiliyin yanında olduğumuzu bir çox sosial şəbəkələrdə sübut olaraq dəyərləndiririk. Bugünkü mənim sizlərə müraciətim Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev cənablarınadır. Emin müəllim, bildirmək istəyirəm ki, hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratmış olduğu qrupda fəaliyyət göstəririk, qrupun bir üzvüyük. Ancaq əfsuslar olsun ki, sizin rəhbərlik etdiyiniz region rəhbərləri təhsil üzrə sektorlarda region rəhbərləri və sektor müdürlərindən bugünkü müraciətimdir. Müraciət deyəndə şikayətimdir. Şikayətim nədən ibarətdir? Bilirsiniz ki, sizlərin çox saylı müraciətləriniz olur, jurnalistlərə sizlərin müsahibələriniz olur. Biz jurnalistlər sizin hər çıxışlarınızı dinləyib, dəyərləndirib, sosial şəbəkələrdə istinadən paylaşırıq. Ancaq əfsuslar olsun ki, sizin regionlara təyin etdiyiniz region rəhbərləri və bir çox məktəb direktorlarının başında duran təhsil ocaqlarının, təhsil sistemlərinin rəhbərləri hər bir jurnalisti, hər bir vətəndaşı sizlərin üstünə qaytarır. Nə mənada qaytarır? Bunu mən qısaca da təəssüratından izah edim. Demək, jurnalistlər hansısa bir məktəblərə qədəm qoymaqdan ötəri onların qarşısını istər məktəblər, məktəb müdürləri və müdürələri, digər tərəfdən də ünvanlanmış təhsil sistemində sektor müdürləridir ki, bir söz öyrəniblər. Regiona yaxınlaşın, regiondan bizə göstəriş verilsin. Ortaya belə bir sual çıxır. Bəs görəsən o məktəb direktorlarının, o təhsil ocaqlarının negativlərini də doğrudanmı onlar bizləri ünvanlamaq istəyirlər ki, regiona, məsəl üçün təhsilə ya və yaxud region rəhbərlərinə getməsinə? Əsla yox. Çünki heç kəs üzr istəyirəm, belə qısaca da anlayış verim, heç kəs öz qatığına turşumuş deməz. Ancaq mən sizləri bəyan eləyirəm ki, sizin təhsil sistemində təyin etdiyiniz məktəb müdürələri at oynadır. Müəllimlərin əksəriyyəti at oynadır. Regionlara təyin etdikləriniz demək olar ki, sizlərin o, necə deyərlər, nazir adından sui-istifadə eləyib, raket istehsal eləyirlər elə bil. Raket buraxırlar. Yaxşı, Emin Əmrullayev cənabları, belə bir sual ortaya çıxır. Necə olur ki, jurnalistlər, Azərbaycan Respublikasının prezidenti və digər aidiyyəti qurumların dostu sayılan jurnalistlər bizim təhsil sektoruna girə bilmir. Təhsil müəssisələrinə qədəm qoyub, təhsildə olan hansısa bir irəliləyişlərmi, təhsildə olan hansısa bir negativlərmi, təhsildə olan hansısa bir nüansları xalq kütləsinə və əl-xüsusda başda prezidentimiz olmaqla aidiyyəti qurumlara veririk. Vermək istəyirik daha doğrusu ki, məlumat olsun, ya təhsil sistemi gələcəyə doğru işıqlandırılması və yaxud təhsil inkişafa doğru və yaxud təhsil uçuruma doğru. Bəs bunu necə başa düşək? Necə ola bilər ki, bütün dünyada, bəşər aləmində jurnalistlər istər odun alovun arasında, istərsə də dövlətçiliyin arasında olan jurnalistlərimiz cənab prezidentimizlə açıq müdəmaatı şəkildə görüşə bilir. Respublikamızın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əlin Ağayev cənablarıyla görüşə bilir. Respublikamızın baş prokuroru Kamran Əliyev cənablarıyla səyyari görüşlərdə görüşə bilir. Respublikamızın Daxili İşlər Naziri çox hörmət bəslədiyimiz Vilayət Eyvazov cənablarından, o Vilayət Eyvazov cənablarından ki, düzgün kadr islahatıyla təyin olunmuş Vilayət Eyvazov cənabları Azərbaycan Respublikasına Daxili İşlər Naziri təyin olunandan mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə nə qədər faiz dərəcələri aşağı düşüb. Demək olar ki, yox dərəcəsinə çatır. Ancaq biz, jurnalistlər, sizin sistemə yaxın gedə bilmirik. Mən şəxsən 2 dəfə, 3 dəfə yaxınlaşmışam Təhsil Nazirliyinə, Emin Əmrullayevin qəbuluna düşə bilmirəm. Və yaxud məktəb direktorlarının qəbuluna getməkdən ötəri
Gərək biz gedək hansısa bir təhsil sisteminə, hansısa bir region rəhbərlərindən görüşək. Onda biz onlara necə müraciət eləyək? Əla həzrətlər mi deyək? Zat-ı alilər mi deyək? Yəni bizim məktəb direktorları ulu öndər yadigarı olan prezidentimizdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərindən, baş prokurorumuzdan, Daxili İşlər Nazirliyimizdən yuxarı səviyyədə mi yer otururlar? Bəlkə biz bilmirik, biz jurnalistlərə belə bir açıqlamalar verəsiz, siz özünüz təhsil naziri ola. Siz bilirsinizmi ki, sizin rəhbərliyiniz altında təhsilimiz uçuruma gedir? Sizin rəhbərliyiniz altında deyəndə, yəni bunu düzgün başa düşün. Kirayə evlər tutub evdə uşaq hazırlayırlar. Bu ağlı, güllü, o gözəl tikintiyə məxsus olan birinci vitse-prezidentimiz Mehriban xanımın gecəsi gündüzü ifşa elədiyi məktəblərdir ki, inkişaf eləsin, təhsil ocaqlarımız yenilənsin, orada güclü islahatlar geçsin. O məktəb müəllimləri ki, o məktəblərdə dərs keçməyib, kirayə evlər tutur, uşaq hazırlayır, nə qayır, neyniyir, özləri bilər. Bəs bu məktəblərdə bu müəllimlər əgər elə təhsil ocaqlarını bağlayaq da, şadlıq sarayları verək də onların hamısına. Yaraşmaz Emin Əmrullayev. Şəxsən mən sizə Respublikanın ilk şəhidlərindən olan şəhid qardaşı kimi, 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı 3-cü qrup ömürlü əlili kimi və 44 günlük zəfər müharibəsini xalqa yaşadan prezidentimin dəmir yumruğu siyasətində birləşərək işğaldan azad olunan torpaqlarımızın azadlığı uğrunda canından qanından keçən qəhrəman oğul atasıyam. Yaraşmaz Emin Əmrullayev. Məni kimi insan və məni kimi jurnalistlər təhsil ocaqlarına girə bilmir. Niyə səbəb? Çünki təhsilimizdə yoxdur. 10-cu 11-ci sinif uşaqlarını yerindən tapmaq olmur. Sizin xəbəriniz varmı ki, son vaxtlar Azərbaycan təhsilində nə qədər uşaqların bir-birini soyuq silahla, bıçaqlanma və yaxud bir-birinə intihar, nələrlə. Bunun hamısı ondan irəli gəlir ki, məktəblərdə psixoloji cəhətdən dərs saatları yoxdur. Psixologiya yoxdur. Vallahi yaraşmaz. Xahiş edirəm. Məktəblərə giririk, bizim əməkdaşlara deyirəm, mənim qanuni şəkildə, sizin necə əməkdaşlarınız qanuni işləyirsə, mənim də əməkdaşlarım qanuni işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də qeydiyyatdadılar, əmək kartları da var ciblərində, maaş, bəs bunlar o müəssisələrə girə bilməyəndə, rayonun rəhbərlərinlə gedirlər, görüşürlər, hansı rayona girəndə, rayonun bir çox idarə müəssisə rəhbərlərinlə görüşürlər, ziyalılarla görüşürlər, hər birlərinlə görüşə bilirlər. Bir dənə bizim körpələr evindən məktəblərimiz olub bizə bilirsiniz nə? Elə bil biz buradayıq, deyir burada Bağdadda Kör xəlifə. Bəlkə mənim bu sözümdən sonra o belə bir nüans ortaya çıxar ki, əşi, danışır da jurnalistdir. Dərman öz işi, çaxçaq deyir baş ağrıdır, dərman öz işini görür. Hamısına da deyirik ki, sizə göstərişi kim verib? Emin Əmrullayev mi verib ki, jurnalistlər məktəblərə daxil olmasın? Və yaxud cənab prezidentimizin mi göstərişidir? Regionların mı? Region rəhbərlərinin qəbuluna düşməkdən ötəri Allahımıza and olsun Amerika prezidentinin, İngiltərə prezidentinin və yaxud Azərbaycanda fəaliyyət göstərən səfirlərin qəbuluna düşməkdən qəliz məsələyə düşübdür. Qəliz. Hansı məktəb direktorunu gedirsən yerinə, deyirlər təhsildədir. Təhsilə gedirsən, deyir bura gəlməyib. Onlar hansı təhsildədir, bir bizə izah eləsinlər də. Yaraşmaz Emin Əmrullayev. Vallahi yaraşmaz. Müəllimləriniz dərsləri qoyurlar, dərslikləri qoyurlar kənara, evlərində digər uşaqlara dərsli, nə deyirlər ona, hazırlıq keçirlər. Bu hazırlıqla devlət sənə pul verir də, dərsini keç, o uşaqlar da maariflənsin. Sovetlər imperiyasını bəyənmirik. Sovetlər imperiyasında biz, bəlkə siz Emin Əmrullayev hazırlığa gedirsiniz, bizim xəbərimiz olmuyor. Bəlkə bizlər hazırlığa getmişik, xəbərimiz olmuyor. Bəlkə Azərbaycan Respublikasının baş prokuroru mu gedib, Daxili İşlər Naziri mi gedib, bəlkə devlətimizin təhlükəsizliyinin xidmətində duran, başımızın ucalığında özümüzün təhlükəsizliyimizi qoruyan Əlin Ağayev cənabları bəlkə gedib də hazırlıqlara. Yaraşmaz. Bəlkə bizim devlətimizi idarə edən devlət başçımız, dünya siyasətçilərinin arasında mühüm yer tutan devlət başçımız, bəlkə o da hazırlıqlara gedib, bizim xəbərimiz olmuyor. Siz bu hazırlıq devrindən nə yapışırsınız Emin Əmrullayev? Bəlkə bu hazırlıq kurslarına son qoyasınız. Diplomsuz, heç nəsiz, gündə bir peçat, hansısa bir zirzəmilərdə istehsal elədikləri peçatlarla gündə bir diplomlar verirlər, sonra da deyirlər bizim diplomlar tanınmır. Yaraşmaz Emin Əmrullayev. Vallahi yaraşmaz. Sizin başınızın üstündən iş görən region rəhbərləri, təhsil sisteminin, vallahi bir söz deyim,
Mən şəxsən Gəncə şəhərində Elçin Kərimovun, regionun Gəncə Daşkəsən regional rəhbəri Elçin Kərimovun qəbuluna düşməkdən ötəri zat-ı ailələri deyib müraciət etmək istəyirəm. Yaraşmaz, niyə qoymur? Niyə məktəblərdə? Məktəblərdə acınacaqlı vəziyyətlər gedir. Niyə? Biz sizlərə müraciət edirik, o müraciət baxılana kimi müəllimlər də öz işlərini görürlər. Yaraşmaz, təhsil naziri kimi sizə üst tuturuq. Yaraşmaz bizim sizin təhsil sektorundakını ictimaiyyətlərə belə verək ki, bütün dünya bizim təhsilimizdə olan vargəli bilsin, uçurumları bilsin. Necə ola bilir ki, cənab prezidentimizin dəstək xəttinlə, Mehriban xanımın gözəl müdrik siyasətlərindən və yaxud devlətimizin digər strukturlarından xaricdə oxuyan tələbələrimiz bizim universitetlərə daxil olur. Gəlirlər bizim universitetlərdə bilik, savad siyasi olurlar. Ancaq biz buradan özümüzün orta məktəblərimizə daxil ola bilmirik jurnalistlər. Səbəb? Bəlkə jurnalistlər girir rüşvət alır, bizim xəbərimiz yoxdur. Bəli, rüşvət ocaqları sizin təhsil sistemindədir. Müəllimləriniz də dərs saatlarını pula satan. Müəllimləriniz də gündə bir hoqqalardan çıxardan. Sizin müəllimlərinizin dərs saatını siz bizlərə göstəriş verin, görün sizin 11-ci sinifdə 15 uşağın olduğu sinifdə görün bir dənə uşaq tapılır mı? 10-cu siniflərdə tapılır mı? Və yaxud digər bu imtahan səviyyəsində bir tələbələr tapılır mı? Ya şagirdlər tapılır mı? Yaraşmaz Emin Əmrullayev. Təhsilimiz uçuruma gedir, uçurum. Sizin adınızdan sui-istifadə edən təhsil region rəhbərləri var. Mən bugünlük bu qədər. Növbəti çıxışımda ətraflı sizlərə təhsildə olan video görüntüləri buraxdıracağım efirə. Bəlkə siz ondan sonra hansısa bir dönüş yaradasınız təhsildə. Xahiş edirəm. Bütün region rəhbərlərinə, bütün təhsil ocaqlarına, bütün müəllimlərə göstəriş verin. Jurnalistlər toxunulmazdır. Jurnalistlər azad referdir. Niyə olur, necə olur ki, girirlər bir dənə rayon icra hakimiyyətinə, icra hakimiyyəti qəbul edir, deyir, sizdən bir xahiş edirəm. Regionuma daxil olursunuz. Hər sahədən nəsə nöqsan varsa, mənlə əlaqə yaradın, mən sizə minnətdar olaram. Bu rayonun icra başçısının sözü. Ancaq rayonda fəaliyyət göstərən təhsil ocaqlarına girməkdən ötəri gərək biz hansısa bir BMT Birləşmiş Millətlər Təşkilatına da məktub yazaq. Ki, bəlkə bir Emin Əmrullayev, mən sizə necə müraciət edeyim Emin Əmrullayev? Zat-ı əlləri deyim, bəlkə Şeyx Həzrətləri deyim, nə kimi müraciət edeyim, məktub yollayım? Məktublar yönləndirilir, cavab yoxdur. Nə ilə bağlıdır bu? Cənab prezidentimizin düzgün bir çıxışı oldu bu yaxınlarda. Deyir, hansı şəhərlərə gedirəm, rayon rəhbərlərindən soruşuram, istiqamətlə başqa qurumlardan soruşuram, hər şey yaxşıdır, hər şey aladır. Ola bilməz axı deyir, hər şey yaxşı ola bilər. Ya deyir, özünün xəbəri yoxdur, ya da ki, mənə alladır. Ancaq bilin ki, bizim prezidentimizi allatmaq mümkün deyil. Çünki bizim prezidentimizin ətrafında bizi kimi jurnalistlər və dövlət strukturları durur. Heç kəs də onu nə hakimiyyətdən devirə bilməz, nə də heç kəs də onu hakimiyyətdən o istiqamət verib, onu çuruma yönləndirə bilməz. Çünki bizi kimi mərd oğlanlar var. Onun müdrik bir dənə dəmir yumruq siyasətində 30 il əsrətdə olan torpaqlarımızı aldıq. Yəni yaraşmaz. Qazilərimiz iş axtarırlar. Niyə qazilərimizə məktəblərdə və yaxud digər yerlərdə işlər verirsiniz? Niyə səbəb? Olmazmı ki, şəhidlərimizin Azərbaycan Respublikasında canı bahasına başa gəlmiş şəhidlərimizin şəkilləri, portretləri təhsil müəssisələrinin hər bir yerində, girişində, həyətlərində portret şəklində düzəlsin? Olmazmı elə şeylər? Əlbəttə ki, olar. Niyə? Verin də bu əmri. Qazilərimizin qəhrəmanlığından dəstər arası, heç olmasa qəhrəmanlığından danışılırsın. Şəhidlərimizin qəhrəmanlığından danışılsın. Vermisiniz. Ancaq hazırlıqlar gedir. Hazırlıqlar kiraya tutulan evlərdə gedir. Müəllimlərə, maaş verirsiniz müəllimlərə 800, 1000, 400, 500. O müəllimlərin gəlin baxın görün, əksəriyyəti dərs saatında tapılır mı? O müəllimlərin əksəriyyəti dərs saatında dərslərini deyirmi? Vallahi ayıbdır, biz jurnalistlər sizə belə çıxışlar etmək ayıbdır. Biz sizin ətrafınızda olmaq istəyirik, siz bizi itələyirsiniz. Məndən bu qədər, növbəti görüşümüzdə görüşənədək sizlərlə mən 102 Xəbər Info və Inforum Xəbər TV rəhbəri Azər Xudayroğlu. Minnətdarım dinlədiyinizə görə.